İki qardaş nağılı. Bir şəhərdə iki qonşu var imiş. Biri tacir imiş, o biri əkinçi. Bunların hərəsinin iki oğlu var imiş. Tacirin oğlanları həm fərasətsiz, həm də yaman dəcəl imişlər. Elə işləri peşələri ona buna sataşmaq imiş. Amma əkinçinin oğlanları ağıllı, zəhmətkeş, başı aşağı imiş. Bu kişinin bütün var dövləti bircə cüt öküzü var imiş. Kişinin böyük oğlu evli imiş, kiçiyi subay. Ay dolanır, il keçir, kişi canını oğlanlarına tapşırıb ölür. Ataları öləndən sonra iki qardaş bir müddət bir yerdə dolanırlar. Amma böyük qardaşın arvadı hey ərinin baş beynini aparır, gilə eləyir. Qardaşın böyüyüb yekə oğlan olub. Nə vaxtacan bizimlə bir yerdə qalacaq? Ona de ki, çıxıb getsin, özünə ayrı yerdə ev-eşik düzəltsin. Arvad nə qədər deyirdisə, əri qardaşından ayrılmaq istəmirdi. Amma arvad əl çəkmirdi ki, çəkmirdi. Axırda əri əlacsız qalıb kiçik qardaşına dedi: "Qardaş, görürəm bu arvad səni yola verməyəcək. Mən də öhdəsindən gələ bilmirəm. Yaxşısı budur, gəl səni ayırım. Sənin də can rahat olsun. Mən də onun danlığından qurtarım. Arxayın ol, səni ayırsam da gözüm üstündə olacaq." Kiçik qardaş razı oldu. Var yox, atalarından qalan iki öküzləri var idi. Onu da bölüşdülər. Hərəsinə biri düşdü. Qardaşlar bir neçə ay ayrı yaşadılar. Ay dolandı, gün keçdi, əkinçi əkmək vaxtı gəlib çatdı. Böyük qardaş baxıb gördü ki, bir öküzlə heç bir iş görə bilməyəcək. Əlacı kəsilib gəldi kiçik qardaşının yanına. Dedi: "Qardaş, indi əkin vaxtı gəlib. Bir öküzlə nə sən iş görə biləcəksən, nə mən. Gəl birlikdə əkib becərək. Nə götürsək, tən yarı bölərik." Kiçik qardaş razı oldu. Həmin gündən iki qardaş arpanı, buğdanı əkib, biçib döydülər. Hərsi öz payına taya kimi bir yerə yığdı. İstədilər evə daşsınlar. Gördülər qaranlıq düşüb. Hərə öz taxılının yanına uzanıb yatdı ki, səhər açılandan işıq gözü durub daşıyarıq. Böyük qardaş yuxuya gedəndən biraz sonra kiçik qardaş durub öz-özünə bərkdən dedi: "Bu heç insafdan deyil. Böyük qardaşımın arvadı uşağı var. Külfəti böyüdür, amma mən təkəm. Taxılı da tən yarı bölmüşük. Gərək mən çox hissəsini böyük qardaşıma verəydim." Oğlan sözünü qurtarıb kürəyi aldı əlinə. Öz arpa buğdasının yarısını tökdü qardaşının payının üstünə. Sonra yenə yıxılıb yatdı. İndi də böyük qardaş yuxudan ayıldı. O da ucadan öz-özünə dedi: "Heç insaf deyil. Mən taxılı kiçik qardaşımla tən yarı bölmüşəm. Əvvəla mən haqsızlıq eləyib onu ayırdım. Sonra da öküzünü verməsəydi, mənə kömək eləməsəydi, bu qədər taxılı hardan tapa bilərdim?" Bu qardaş da kürəyi əlinə alıb öz arpa buğdasının tən yarısını kiçik qardaşının payının üstünə tökdü. Sonra da yıxılıb yatdı. Qardaşlar səhər yuxudan ayılıb görürlər ki, taxıllarının üstü qızılla doludur. Onlar bu işə məəttəl qalırlar. Öz aralarında götür-qoy eləyirlər ki, bəlkə bizi şərə salmaq üçün qızılları bura töküblər, istəyirlər ki, qızılları götürməsinlər. Baxıb görürlər ki, taxıl tayasının üstündə bir kağız var. Kağızı açıb oxuyurlar: "Ey Allahın təmiz ürəkli bəndələri, mən bilirəm ki, siz bu qızılları aparmaq istəməyəcəksiniz. Qorxmayın, aparın. Öz malınız kimi halaldır. Gecə sizin hər ikinizin söhbətini elədiyiniz işi gözümlə gördüm. Bu iş mənə çox xoş gəldiyinə görə bu qızılları sizə bağışlayıram. Aparın, halal xoşunuz olsun." Kağızı oxuyandan sonra qardaşlar taxıl və qızılları yığışdırıb apardılar evlərinə. Özlərinə gözəl imarət tikdirdilər. Qonşu tacirin oğlanları bunları bu cahcalalını görüb paxıllıqları tutdu. Tacirin böyük oğlu atasından nə qədər var dövləti var idisə, hamısını kef damağa verib xərcləyib qurtarmışdı. O bir gün atasının yanına gəlib dedi: "Ata, daha sən qocalmısan. Ticarəyə getməyə halın yoxdur. Gəl mənə pul ver, gedim alver eləyim, çoxlu pul qazanım. Yenə əvvəlki dövlətini qaytarım özünə." Atası dedi: "Ay oğul, mənim o qədər pulum nə gəzir ki sənə verəm? Olan qalanımın hamısını sən dağıtdın. Bir də fərasətinə bələdəm. Səndən pul qazanan olmaz." Oğlan dedi: "Ata, məgər mən qonşumuzdakı əkinçinin oğlanlarından fərasətsizəm?" Tacir dedi: "Əlbəttə fərasətsizsən. Mənim dövlətim onların indiki varından çox idi. Hamısını dağıtdın." Oğlan yarı dil, yarı güc atasının olan qalan pulunu alıb yol başladı uzaq şəhərlərə ticarət getməyə. Az getdi, çox dayandı, dağlar aşdı, dəryalar keçdi. Gedib çıxdı Firəngistana. Burada qalıb başladı keyf çəkməyə.
Atasına da bir məktub yazıb yolladı ki, ata, daha mənim yolumu gözləmə. Mən burada qalası oldum. Atası məktubu alanda sonra cavab göndərdi ki, oğul, səbəb nədir ki, öz evinə qayıtmaq istəmirsən? Oğlan təzədən yazdı ki, ata, mən burada evlənmişəm. Arvadımı qoyub buralara gələsi deyiləm. Tacir məktubu açıb oxuyan kimi cin vurdu beyninə. Götürüb oğluna yazdı ki, oğul, düz deyirsən. Sən evinə qonaq gələndə onun üçün yatmağa bir dəst yorğan döşək tapmamağı, arvad uşaq evdə acından ağlaşanda gedib ona buna əl açmağı, boş süfrəni görməyibsən. Borclular başının üstünə kəsib ver borcunu deyəndə tər tökməyi görməyibsən. Səndəki fərasətə ki, mən belədəm, bu şeyləri görəcəksən. Onda özün qayıdıb gələcəksən. Tacir məktubu yola saldı. Oğlan atasından məktubu alanda doğrudan da əlində olan pulu, var dövləti tamam qurtarmışdı. Borc boğazına qədər yığılmışdı. Arvad da ağına bozuna baxmadan gündə bir şey istəyirdi. Oğlan baxıb gördü ki, işlər şuluqdur. Əlacı kəsilib körpeşmən qayıtdı atasının yanına. Atası oğlunu görüb dedi, hə oğul, indi necəsən? Bəs qədrini bildiyin o gözəllər harda qaldı? Oğlan başını aşağı salıb dinmədi. Tacirə hər şey əyan idi deyə o da heç nə demədi. Hə, sizə indi kimdən deyə? Tacirin o biri oğlundan. Bu oğlan da ağıldan kəm, qoldan qüvvətli idi. 10 adam onun bir qolunu qatlaya bilməzdi. İşi belə görən kiçik qardaş cuşa gəlib dedi, ata, indi də mənə icazə ver gedim. Bir yerdə iş gücdən tapım, bəlkə biraz puldan paradan qazandım. Tacir dedi, o, səndən böyük qardaşın getdi neynət ki, sən də neynəyəsən? Oğlan dedi, ata, sən ki məndəki gücə qüvvətə bələdsən. Bu qədər gücü olan adam nə desən eləyər. Tacir dedi, oğul, səhv eləyirsən. Təkcə güclə heç nə eləmək olmaz. Adamda ağıl bacarıq da olmalıdır. Oğlan hirslənib dedi, ata, indi ki belə oldu, mən getdim. Görərsən, bu güclə, bu qüvvətlə nə qazanaram? Oğlan evdən çıxıb o qədər getdi ki, bir böyük çayın qırağına çatdı. İstədi soyunub çaydan keçsin. Gördü, yox, bu o deyən çaydan deyil. Bu çaydan keçmək mümkün deyil. Amma baxıb gördü ki, 2 nəfər adam cəmaatı bərəyə bindirib sudan keçirir. Gedib onlara dedi ki, məni də keçirin. Bərəçilər dedilər, adamın birini 1 manata keçiririk. Pulun varsa ver keçirək, yoxdursa keçirmirik. Oğlan gördü bunlar pulsuz keçirməyəcək. Qolunun zoruna salıb, hərəsini bir tərəfə ötələyib, keçib oturdu bərədə. Özlərini də qışqırdı ki, keçirin məni otaya. Bərəçilər sözü bir yerə qoydular ki, oğlanı itələyib suya yıxılsınlar. Dinməz söyləməz bərəni sürdülər. Bir xeyli gəlib sulun lap gür yerində bərəni ləngərlətdilər. Fürsət tapıb oğlanı itələdilər düz suyun içinə. Su o saat oğlanı axıtdı. Oğlan suyun içində o qədər əlləşdi ki, axşam qaranlıq düşəndə birtəhər güclə qırağa çıxa bildi. Səhər tezdən başladı yol getməyə. Gedib bir yerə çıxdı. Gördü burada adamlar bir quyunun başına yığılıb pulla su alıb içirlər. Oğlan irəli keçib biraz su istədi. Pulu yox idi deyə su vermədilər. Oğlan qolunun gücünə güvənib susatanı itələdi ki, alıb su içsin. Susatan o saat haray saldı ki, ay cəmaat, nə durubsunuz? Bu adam bizim suyumuza sahib olmaq istəyir. Oğlan o ki var döyüb, baş gözünü yarıb yola saldılar. Oğlan körpeşmən başladı yol getməyə. Gedib bir dəvə kərvanına rast oldu. Kərvan başdan xəbər aldı. Bu səhralıqda niyə düşüb qalıbsınız? Kərvan başı dedi, qardaş, qabaqda 40 quldur mağarası var. Gecə vaxtı oradan keçsək bizi soyarlar. Elə buranın özündə də qorxuludur. Birdən gəlib qurdular, bizi tapa bilərlər. Oğlan dedi, siz qorxmayın, təkcə mən 20-30 quldura cavab verərəm. Kərvan başı oğlanın sözündən biraz ürəkləndi. Ona çörəkdən zaddan verdilər, yedi yatdı. Keçən biri vaxtı kərvançılardan biri dedi, ay qardaşlar, mən bu adamdan şübhələnirəm. Birdən o quldurların yoldaşlarından olar. Bizi arxaya salıb yuxuya verəndən sonra yoldaşlarını çağırar. Var yoxumuzu əlimizdən alarlar. Gəlin elə bunu yata-yata qoyaq. Xəlvətcə yola başlayaq gedək. Yoldaşları bu fikrə razı oldular. Sakitcə yığışıb getdilər. Oğlan yorğun olduğundan elə yatmışdı ki, heç nədən xəbəri yox idi. Oğlan bir də gözünü açıb gördü ki, Lələ köçüb yurdu qalıb. Bilmədi nə eləsin, hara getsin. Gəlib bir meşəyə çatdı. Yenə otdan ələfdən yeyib acılığını söndürdü. Demə bu vaxt paşa öz qoşunuyla ova çıxırmış. Birdən oğlanı gördü. Yanına çağırıb dedi,
Oğlan kimsən, nəçəsən? Buralarda tək tənha nə edirsən? Oğlan ağlay-ağlay başına gələn əhvalatları bir-bir danışdı. Paşanın yazığı gəldi. Oğlana pal-paltar bir xeyli pul verdi. Oğlan cığır tutub düz gəldi evlərinə. Atası oğlunun qayıtdığını görüb sevindi. Bir xeyli söhbətdən sonra oğlan başına gələn əhvalatların hamısını atasına söyləyib dedi: "Ata, bəs sən deyirdin ki, təkcə güclə heç nə qazanmaq olmaz. Bəs mən bu pulu necə qazandım?" Atası dedi: "Oğul, əvvəla sənin bu pulun bir həddən artıq qalmaz. Axır bir də sən o pulu heç bir zəhmət çəkməyib qazanmısan. Bu bir təsadüf nəticəsində olub. Əgər yolda padşaha rast olmasaydın, bu pulu da ala bilməzdin. Təsadüfə bel bağlamaq olmaz. Pul qazanmaq üçün zəhmət çəkmək, ağıl işlətmək lazımdır. İndi mən sənə bir əhvalat söyləyəcəyim. Görəcəksən ki, səndən balaca bir uşaq təsadüfə necə cavab verilmiş. Günlərin birində bir padşahın qiymətli bir üzüyü var imiş. Paşa düzgün ox atmağı sevərmiş. Odur ki, üzüyü bir məscidin minarəsinin lap təpəsinə görünən bir yerdən astırıb hər yerə car çəkdirir ki, kim bu üzüyün içindən ox keçirə bilsə, üzüyü onun olacaq. Ölkədə nə qədər ox atan vardısa, hamısı tökülüb gəlir. Heç kim üzüyün içindən ox keçirə bilmir. Bir uşaq da qarğıdan özünə ox düzəldibmiş. Uşaq gözünü yumub oxu hara gəldi atıb. Key gülürmüş. Birdən uşağın oxu düz üzüyün içindən keçir. O saat hamı hayküy salıb uşağı alqışlayır. Götürüb üzüyü uşağa verirlər. Uşaq üzüyü geri qaytarır. Ondan xəbər alırlar ki, bəs sən niyə belə eləyirsən? Uşaq deyir: "Mən gözlərimi yumub oxu atdım. Təsadüfən o üzüyün içindən keçdi. Bu mənim zəhmətimlə yox, təsadüf nəticəsində olmuşdur. Mən belə mükafatımı özümə əksiklik bilirəm." Kişi əhvalatı söyləyib qurtarandan sonra üzünü oğluna tutub dedi: "Oğul, indi çox da öyünmə. Sənin qazandığın qəpik quruş da belə təsadüf nəticəsində olubdu. Əsl qazanc zəhmət, bacarıq, ağıl nəticəsində əldə edilir." Əziz izləyicilər, bu cür nağıl videolarının daha çox gəlməsini istəyirsinizsə, kanalı like atıb və abunə olmağı unutmayın. Sağ olun.